Ramazanın vazgeçilməz tariflərindən olan şirniyyat süfrənizə yaraşacaq rəvani hazırlayırıq. Rəvani hazırlamaq üçün ən püf nöqtəsi ilk öncə şərbəti hazırlayırıq ki, rəvani istir, şərbət soyuq olmalıdır. Şərbət hazırladıqdan sonra keçirik xəmiri hazırlamağa. 4 ədəd yumurtanı 1 stəkan şəkər tozu ilə ağarana qədər çırpırıq. Üzərinə 1 stəkan bitki yağı, 1 stəkan qatıq, 1 stəkan un, 1 paket qabartma, 1 stəkandan 2 barmaq aşağı manna yarması əlavə edib mikserlə aşağı sürətində qarışdırırıq. Qabımızı yağlayırıq. Qarışımı qaba əlavə edib 2-3 dəfə vururuq ki, artıq qabarcıqlar olmasın. Sobada 200 dərəcədə alt-üst rejimdə bişirirəm. Daha sonra qaynar rəvaninin üzərinə soyuq şərbəti gəzdiririk. Təxminən 20 dəqiqə canına çəkməsini gözləyirik. Əgər bu cür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. Kanalda Ramazan üçün sizə yarayacaq çox videolar var. İstərsəniz üzərini zövqə görə bəzəyə bilərsiniz. Mən üzərinin yarısını qoz, yarısını isə kokosla etdim. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hər kəsin tutduğu oruc qəbul olsun inşallah. Süfrənizdən ruzi bərəkət, qəlbinizdən mərhəmət əksik olmasın. Hələlik.